Salamlar, vaxtınız xeyir olsun. Mən Gözəl Nakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, bəzi şərəfsiz anası ya da şərəfsiz atası ucbatından həyatı puç olmuş övladlara gəlsin. Eləsi var, övladını bir yolluq atır. Bilirsən ki, məsələn, bu səhvdir də, yəni bu sizin nifraq deyirlər də və mövzu bağlandı. Artıq açıq-aşkar göz qabağındadır ki, bu günahkardır valideyn. Bəziləri də var ki, sətiraltı subliminal mesaj ötürürlər. Adətən necə? Bəzi dırnaqarası qohum əqrabaların dilindən övladına baskı, təzyiq kimisindən ki, halbuki kül qoyumsan atovun da başına, kül qoyumsan anavın da başına ki, dırnaqarası valideyn metodologiyası ilə övladını kimsənin dili ilə, dırnaqarası qohumların dili ilə belə deyək, sətiraltı subliminal mesajlar, hansı ki, bu da əslində nədən qaynaqlanır? Həmin bu övladın anası ya da atasının psixoloji xəstə olması ilə bağlıdır. Yəni, düşüncə tərzləri tam olaraq aldıqları keçmişdə travmalarla qaynaqlandığı üçün o həmin travmalarda övlada tətbiq etməkdir. Və bundan da fərqli olaraq həmin o dırnaqarası qohumun övlada baskı təzyiqini bunun anasının, atasının əli ilə. Gör, nə qədər sən şərəfsiz, nə qədər sən vicdansız olasan ki, bu tipdə belə deyək, kimsəni kimsənin əli ilə, ailə içi daxilində münaqişəni yaratmaq fazası deyirlər də buna. Çalışın çevrənizdə bu tipli adam olduğu təqdirdə ona birbaşa sözü üzrə demək lazım. Sən şərəfsizsən, sən axmaqsan. Deyib bu adamı qohum əqrabanın evinin içərisindən çıxarıb uzaqlaşdırmaq lazımdır ki, münaqişə əsas kökü bitsin. Və bir başqa məsələdə bu tipli ailələr daxilində yetişən, dalacalıqdan böyük yaşa qədər gələn övlad heç zaman köklü təməlli ola bilməz. Çünki artıq travmanın ikinci də travma birləşmir. Seanslarımız da yəni və onlayn şəkildə tezliklə qoşulmaq istəyən şəxs mesaj verməsi məlumat verə bilərlər.